Salam əziz izləyicilər, 9 illik riyaziyyat test toplusunun həndəsənin əsas anlayışları bölməsinin testlərinin izahlarına baxacaq. Birinci sualda. A-dan B-yə qədər məsafə 12-dir. Yəni bütöv məsafə 12-dir. C-dən B-yə qədər 4-dür. A, C, B. C-dən B-yə qədər 4-dür. Bütövü 12-dirsə, bizdən AC-ni soruşur. A-dan C-yə nə qədər qalacaq? 12-dən çıxaram 4-ü 8. Bir də C bəndi. İkinci sualda. AOB bucağı 160 dərəcədir. Bütün buradakı bucaq, böyük bucaq AOB 160 dərəcədir. AOC bu bucaq 90 dərəcədir. COB-ni istəyir, bu bucağı istəyir. Bütöv bucaqdan çıxarıq. Verilən 90 dərəcəni 70. Bu da eləyəcək. Bərabər bucaq COB. Cavab 2-də C bəndi. Üçüncü sualda. Yenə bütöv bucaq 170 dərəcədir. AOC 90-dır. Bura 90-dır. Buranı istəyir. 170-dən çıxaram 90-ı. Bərabərdir 80 dərəcə. Bucaq COB. 3-də D bəndi. Dördüncü sualda. CNK-nı istəyir. Baxın. Buradan bura qədər olan bucağı istəyir. Bütöv bu bucağın. Əgər burada bu işarə varsa, bu işarəyə görə mən bilirəm ki, bu bucağın dərəcə ölçüsü 90 dərəcədir. Yəni, bucaq CMB bərabərdir 90 dərəcə. Bütün bucağı tapmaq üçün, bucaq CNK-nı tapmaq üçün 90 ilə da 30-u toplamaq lazımdır. Bu da eləyəcək 120 dərəcə. 4-də B bəndi. 5-ci sualda EMN bütöv bucağı istəyir. Bura 90-dır, bura 60-dır. 90-dan 60-ı toplayarıq 150 dərəcə. 5-də D bəndi. 6-da nöqtələrdən neçəsi A düz xəttinə aid deyil. Əgər nöqtə düz xətt üzərində deyilsə, deməli aid olmayan nöqtələr olacaq. C, D, E, K. 4 nöqtə düz xəttə aid deyil. Cavab 6-da C bəndi. Əgər aid olanları soruşsaydı, F, P, M bu düz xətt üzərində olduğuna görə bunlar aid olan olacaqlar. 7-də dərəcə ölçüləri verilmiş bucaqlardan hansılar qonşu bucaqlar ola bilər? Qonşu bucaqların xassəsi odur ki, cəmləri 180 dərəcəyə bərabərdir. Burada da baxaq, məsələn, A bəndinə 82 ilə 98 toplayanda elə 180 dərəcə eləyir. Cavab A bəndidir. Məsələn, 100 ilə 120-ni toplayanda 220 eləyər, olmaz. 100 və 70-i toplayanda 170 eləyər, olmaz. Yəni, ancaq 180 dərəcə olanı götürmək lazımdır. 8-ci sualda. AOB açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü bilirik ki, 180 dərəcədir. Digər tərəfdən AOC bu bucaq bərabərdir bu bucağa, bərabərdir buradakı bucağa. Yəni, 3 dənə bucaq bir-birinə bərabərdirsə, deməli, bunların hər biri 180-i bölərəm 3-ə, 60 dərəcə olar. Hər biri 60 dərəcədir. Bizdən də COD-ni istəyir elə. Buradakı ortadakı bucağı istəyir. Hər biri 60 olduğuna görə elə COD-nin özü də 60 dərəcə olacaq. 8-də D bəndi. 9-cu sualda. AOB açıq bucaqdır. AOC bərabərdir COD-yə. AOC COD-yə bərabər. Yəni bu bucağa bərabərdir. Digər tərəfdən bu bucaqda bu işarə varsa, düz bucaq işarəsi varsa, deməli 90 dərəcədir. Baxın, BOD bucağı 90 dərəcədir. 180-dən çıxaram 90-ı, bu hissəyə 90 qalır. Bizdən nə istəyir? COB bucağını istəyir. Şəkil üzərində göstərim sizə. Baxın, bura 90-dır. Bu iki dənə bucaq bir-birinə bərabər olduğuna görə 90-ı yarı bölərəm 45 eləyər. Və bizdən nə hansı bucaq istəyir? COB-ni. COB, bax, bütöv bu bucağı istəyir. Bütöv bu bucağı tapmaq üçün də 45 ilə 90-ı toplayarım. Bu da eləyər 135 dərəcə. Cavab 9-da A bəndi. 10-cu sualda. OC şüası, bu şüa AOB-nin tənböləni olarsa, AOB bucağını tapın. Tənbölən o xassəsi var ki, bucağı yarı bölür. Əgər bura 30-dursa, burada 30-dur. Bütün AOB bucağını istəyirsə, 30 ilə 30-u toplayarıq, cavab eləyər 60. Onda D bəndi. 11-də yenə eyni sualdır. 25-i 2-yə vurarıq, 50. B bəndi. 12-ci sualda AC 7-dir. Buradan bura qədər 7-dir.
CB 4'dür, bu hissə 4'dür. Bütün parçanın uzunluğu AB-ni istəyir. 7 və 4'ü toplamaq lazımdır. 7 ilə 4'ü topladıqda da cavab eləyəcək 11. 12 də D bəndi. 13-cü sualda ME parçası E-dən 3 dəfə kiçikdir. Bura M, bura E, burada olsun N. E-nin parçasının uzunluğu 24'dür. Bura 24'dür. ME parçası bundan 3 dəfə kiçikdir. 24'ü 3-ə böləndə burada 8 olar. Bizdən bütün parçanın uzunluğu istəyir, ME-ni istəyir. 8 və 24'ü toplayarıq. Bu da eləyər 32. Cavab 13-də E bəndi. 14-cü sualda şəkli çəkək. A, C, burada B. AC 5'dir. Bura 5. AC parçası CB-dən 3 dəfə kiçikdir. Onda CB AB-də AC-dən 3 dəfə böyük olar. 5'i də 3'ə vuranda 15. Yəni bu ondan 3 dəfə kiçikdirsə, CB də ondan 3 dəfə böyük olmalıdır. Bütün parçanın uzunluğunu istəyir. 5 və 15'i toplayarıq. Cavab eləyər 20. E bəndi. 15-ci sualda fərqi 30 olan qonşu bucaqları tapın. Qonşu bucaqların biz bilirik ki, cəmləri 180 dərəcədir. Fərqi də bizə verib ki, 30'dur. Tərəf-tərəfə toplayaq. Toplasa bunlar ikisi islah gedəcəklər. Yəni bu 0 qalacaq. 2x bərabər 130 ilə 180 ilə 30'u toplayanda 210. X bərabərdir 105. Biri 105, o birisi də olar 75. 15'də B bəndi. 16-cı sualda fərqi 50 olan qonşu bucaqları tapın. X çıx Y bərabərdir 50. X üstə gəl Y bərabər 180. 2x bərabərdir 50 ilə 180 toplayanda 230. X də bərabərdir 230'u böləndə 2'yə 115. Biri 115'dir. Digəri də 180'dən 115 çıxanda 65. 16'da A bəndə. 17 də yenə bundan da oxşar sualdır. Fərqi deyir 80'dir. Çıxıram 80'ə bərabər eləyirəm. Toplayıram 180'ə bərabər eləyirəm. 2x bərabər 80 və 180'ə toplayanda 260. X bərabər 130'a. X 130'dursa Y də 180'ə 130 çıxanda 50. 130 və 50. Baxaq. Hansı variantda B bəndində. 18-ci sualda bunu burada şəkil üstündə göstərirəm. Əgər bura alfadırsa, bunun qarşılıqlısı bu da alfa olmalıdır. Və burada beta verib. Yəni bu şəklə baxanda alfa ilə beta arasında əlaqə görsənmir, amma qarşılıqlı bucaqların xassəsindən istifadə etdikdə o əlaqəni görmək olur. İndi bunlar hansı növ oldular? Daxili bir tərəfli. Bir tərəfli bucaqların da biz bilirik ki, cəmləri 180 dərəcədir. Əgər alfa 70'dirsə, onda beta da olacaq 180'ə 70 çıxanda 110 dərəcə. 18'də A bəndi. 19-cu sualda bura alfadırsa bunun qarşılıqlısı burada alfa olur. Alfa və betanın cəmi yuxarıdakı sualdandır. 180 olmalıdır. Əgər beta 130 dərəcədirsə, onda alfa da 180'dən çıxanda 130'u eləyəcək 50 dərəcə. Alfanı istəyir, alfa 50 dərəcə. 19'da D bəndi. 20-ci sualda qonşu bucaqlardan biri digərinə 9 dəfə böyükdür. Biri x olsun, biri də 9x olsun. Cəmlərini 180 götürək, həll eləyək. 10x bərabərdir 180, x bərabərdir 18'ə. 18'dirsə 9x də bərabərdir 18 vur 9. Bu da eləyəcək 162. 18 və 162. 20'də B bəndə. 21-ci sualda qonşu bucaqlardan biri digərinə 8 dəfə kiçikdir. Biri x-dir, biri də 8x-dir. Toplayaq 180'ə. 9x bərabər 180'ə, x bərabərdir 20'yə. Onda 8x nəyə bərabər olar? 20 vur 8, 160'a. 20 və 160, 21'də A bəndə. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərindən 17 dəfə kiçikdir. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya da cəmləri 180 dərəcə. Burada artıq kiçik yazdığına görə bərabər ola bilməz. Yəni cəmləri 180 götürəcəm. 1x, 1 17x, cəmləri 180. 18x 180'ə bərabərdir, x 10'a bərabərdir.
X 10'dursa 17 x olacaq 170. Biz də buradan kiçik bucağı istəyir. Kiçik bucağı da 10 götürəcəyik. Cavab 22-də C bəndə. 23-də. Uyğun tərəfləri perpendikular bucaqlardan biri o birindən 14 dəfə böyükdür. 1x-dır, 1 14x bərabər 180-ə. 15x bərabər 180-ə. X də bərabərdir. 180-ə bölü 15-i 12. Kiçik bucağı istəyir. Kiçik bucaq elə 13 dərəcə. Cavab D bəndə. Böyük istəsəydi 12-ni 14-ə vurub hesablayıb tapardıq. 24-də. Alfa və betanın cəmi alfa və nünün. Bu ikisinin cəmi betadır. Alfa, beta üstəgəl nünün cəmi isə 180 dərəcəyə bərabərdir. Çünki bu açıq bucağın üzərində qurulub. Bu ikisinin yerinə beta yazsam, bu ikisinin cəminin yerinə beta yazıblar. Beta üstəgəl beta bərabər 180-ə. 2 beta bərabərdir 180-ə. Beta bərabər 180 bölündə 2 90. Bizdə yine beta bucağını istəyir. Beta oldu 90. 24'də B bəndə. 25-ci sualda. Burada da yine alfa ilə betanın cəminin yerinə alfa üstəgəl 3'ünü toplayaq. Bərabərlik 180. Alfa beta üstəgəl qalma bərabərdir 180'ə. Alfa ilə betanın yerinə 2 qalma üstəgəl bərabərdir 180'ə 3 180'ə. Qamı da bərabərdir 183'ə böləndə eləyəcək 60. Cavab elədi 25'də A bəndi. 26-cı sualda alfa və betanın fərqi 10'dur. Fərqi 10. Cəmlərin isə 90 dərəcə olduğunu bilir. Çünki burada bu işarəyə görə bilirik ki, artıq düz bucaqdır. 2 alfa bərabər tərəf-tərəfə toplayaq. Bunlar ikisi islah gedəcəklər. 10 və 90'ı toplayanda 100. Alfa da bərabərdir. 100'ü böləndə 2 50. 26'da oldu B bəndə. 27 də elə eynisidir. Alfa ilə betanı toplayaq eləyək 90. Fərqi isə 30'dur. Tərəf-tərəfə toplayaq. Bunlar ikisi islah gedəcək. Qalacaq 2 alfa bərabər 90 olsa toplayanda 120. Alfa da bərabər 122'ye böləndə 60. 27'də oldu B bəndə. 28-ci sual. Bucaq 237 dərəcə olarsa bucaq 1'i tapın. Bu açıq bucağın üzərində qurulub. 1 və 2 bucaq açıq bucağın üzərində qurulub. Bucaq 1'i tapmaq üçün də 180'dən çıxmaq lazımdır 137-ni. 180'dən də 137 çıxanda cavab eləyəcək 43 C bəndi. Burada da tərsidir. Bucaq 1 43'dürsə 2'ni tapmaq üçün 180'dən 43'ü çıxmaq lazımdır. O eləyəcək 137 E bəndi. 30-cu sualda 1 4 2. Bu üçün toplayıblar, eləyib 300. Bu 4 dənənin cəmi isə 360 dərəcədir. Onda bucaq 3'ə nə qalar? 360 çıxılsın 360 dərəcə. Elə bucaq 3 istəyir bizdən. Onda 60 dərəcə. 30'da bəndə. 31'də 3'ünün cəmi 250'dir. 4'ünün cəmi 360'dır. Onda bucaq 4'ü taparkən 360'dan çıxaram 250'ni. Bu da eləyər 110 dərəcə. Cavab E bəndi. 32. AOC bucağı bu bucaq 25'dir. CO bucağı 30'dur. Bax bura 25'dir, bura 30'dur. Bütün bucağı istəyir, AOB-ni istəyir. 25 və 30'u toplamaq lazımdır. Cavab eləyəcək 55. 32'də B bəndə. 33-cü sualda bundandır. AOC bura 15'dir, bura 20'dir. 15 və 20 toplayanda 35. 33'də D bəndi. 34-cü sualda AB parçası 5 bərabər hissəyə bölünübsə, bu hissələr hamısı bərabərdir və hamısını eyni götürmək olar. Yəni x götürək hamısını. MB, M-dən B-yə qədər 1, 2, 3, 4. 4x. A-dan N-ə qədər 1, 2. 2x yazmaq olar. X-lar ixtisar qədər 4-də 2-yə bölündə cavab eləyir 2. 34'də A bəndə.
35'də. Burada da 5 bərabər hissəyə bölünüb. Yəni 5 dənə x var. MF. M-dən f-ə qədər 1, 2, 3. 3x var. N-dən e-yə qədər 1 x var. 3x-də 1x-ə böləndə x-lar gedəcək. 3-ü 1-ə böləndə 3. Cavab elədi 35-də D bəndi. 36-da. Alfa çıxılsın betanı tapın deyir. Bura 30 dərəcədə. Bura betadırsa, qarşılıqlı bucağı burada 30'dur. Bu özü açıq bucaqdırsa, açıq bucağın bir hissəsi 30'dursa, bir hissəsinə də 150 qalır. Deməli, alfanın qiyməti oldu 150, betanın da qiyməti oldu 30. 150-dən də 30 çıxanda 120 dərəcə. Cavab elədi 36-da A bəndi. 37. Nə şəkli çəkək, göstərək. Bura 50 dərəcədirsə, burada 50 dərəcə olur. Bu açıq bucağın üzərində qurulub. Bir hissəsi 50-dirsə, bir hissəsi də 130 olur. Deməli, alfaya oldu 130, betaya isə oldu 50. 130-dan da 50 çıxanda cavab eləyir 80 dərəcə. B bəndi. 38. BD şüası ABC düz bucağından onun 18'də 5 hissəsini təşkil edən ABD bucağı ayırır. ABC. Bu da olsun BD. ABD bucağı. ABD bucağı deməli 18'də 5 hissəsini təşkil edir. DBC bucağı hansı hissəsini təşkil edir? 1-dən çıxaram 18'də 5'i. 1-dən də 18'də 5'i çıxanda eləyər 18'də 13 hissəsini təşkil edir. Bizdən elə DBC bucağını istəyir, bu bucağı istəyir. Deməli 90'ı vuraram 18'də 13'ə. 90'dan bu ixtisar gedər. Burada qalar 5. 5'i də vuranda 13'ə 65 dərəcə. Tam hissə 1 təşkil edir. Ona görə 1-dən çıxmaq lazım idi. 18'də 5'i. Yine eyni sualdır. 15'də 8 hissəsini təşkil edir. KNO bucağı. Amma bizdən digər bucağı istəyir. Digər bucağı tapmaq üçün də 1-dən çıxaram 15'də 8'i. Yəni KNO bucağını istəsəydi 90 yox. Burada açıq bucağın üstündə qurulub. Şəklimi də çək, başqa cür çəkək. Açıq bucaqdır. MNK bucağı. Bu da NO şurası tutaq ki. KNO bucağı KN o bucağı NO şurası. 15'də 8 hissəsini təşkil edir. Bəs bu bucaq hansı hissəsini təşkil edir? 1-dən çıxaram 15'də 8'i. Bu da eləyir 15'də 7. Bax elə bu bucağı istəyir bizdən. 180'i vuraram 15'də 7'yə. 180 və 15 ixtisar gedir. 15'in özünə 12 dəfə. 12'ni də 7'yə vuranda eləyər 84 dərəcə. Baxaq, cavab 39'da A bəndi. 40-cı sualda uyğun tərəfləri paralel olan iki bucaqdan biri 50 dərəcədir. İkinci bucağı tapıb. Əgər uyğun tərəfləri paralel bucaqlardırsa, ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Biri 50-dirsə, o birisi də 50 ola bilər və yaxud da 180 50 çıxanda 130 ola bilər. Cavab 40-da B bəndi. 41 də elədi. Uyğun tərəfləri həm paralel, həm də perpendikulyar olanda, yəni xəssi olaraq eynidir. Ya bir-birinə bərabərdirlər, ya da cəmləri 180 dərəcədir. Biri 150-dirsə, o birisi də ya 150 olar, ya da 30 olar. Ki, yəni 150-ni 30 toplayanda cavab eləsin 180 dərəcə. Bu da uyğun gəlir 41-də A bəndinə. 42-ci sualda COB bucağı ilə şəkli çəkək. Bura 90 dərəcədir, bura 40 dərəcədir. 90 və 40'ı topladıqda eləyəcək 130. Bu açıq bucaqdır axı. 130'dan da çıxanda 180'dən də çıxanda 130'u bura qalacaq 50 dərəcə. İndi bizdən COB bucağı, COB bütöv bu bucaq, yəni 130, 90'dan 40 toplayanda 130 çıxılsın. AOC bucağı, AOC də bu da 50 dərəcə. 130'dan da 50 çıxanda cavab eləyəcək 80. 42'də A bəndi. 43-cü sualda bura 90 dərəcədir, bura 55'dir. 90 və 55 toplayaram. 145. Bizdən COB bucağı
180-dən də çıxanda 145-i bura 35 dərəcə qalır. COB bucağı bütöv bu bucaqdır. Bütöv. Yəni 145. 145-dən AOC-nin fərqini istəyir. AOC-yə neçə tapdım? 35 tapdım. Buna çıxanda eləcək 110 dərəcə. 145. Cavab elədi 110. 43-də E bəndə. 44-də alfa və beta daxili bir tərəfli bucaqlardır. Cəmləri 180 dərəcədir. Alfa üstə gəlsin, beta bərabər 180-ə. Beta 2 alfa ilə əvəzlənib. Onda betanın yerinə 2 alfa yazaram. 3 alfa bərabər 180, alfa da bərabərdir 60 dərəcə. Alfanı istəyir, alfa da oldu 60. 44-də B bəndə. 45-ci sual. Burada da yenə eyni qayda. Alfa ilə beta uyğun tərəflər, daxili bir tərəfli bucaqlardır. Cəmləri 180 dərəcədir. Betanın yerinə 5 alfa yazaram. 180-ə, 6 alfa bərabər 180, alfa da bərabər 186-ya bəndə 30. Alfanı istəyir, alfa oldu 30 dərəcə, 45-də C bəndə. 46-cı sualda COB bucağı şəkli çəkək, deyilənlər edək. BOD bucağı, BOD, bax bu bucaqdır. Bundan COD, bax bu bucaq bir-birinə bərabərdir. Bu da alfadır, bu da alfadır. COB bucağı 120 dərəcə. Bütün bu bucaq 120 dərəcə. Deməli, 2 alfa 120 dərəcədirsə, alfanın birinə qalır 60 dərəcə. Burada oldu 60, burada oldu 60. Bu açıq bucağın üzərində qurulur. Bax, açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. 180-dən 60-dan 60-ın cəmi 120-nin çıxanda elə 60, burada 60 qalır. Bizdən AOD-ni istəyir. AOD. Bax, bu bucağı istəyir. Buradan bura qədər olan bucaq yəni. Buranı istəyir. Burada nəyə bərabərdir? 60-dan 60-ın cəminə. 60 üstə gəl 60. Bu da eləyəcək cavab 120. Bərabər bucaq AOD. 46-da C. 47-ci sualda ABC bucağı 80 dərəcə verib bizə. CBD bucağı, bu bucaq ABD-dən 3 dəfə kiçikdir. Onda 1x olsun, 3x olsun. Cəmlər də ki 80 dərəcədir. 4x bərabər 80, x bərabər 20 dərəcə. Bizdən CBD-ni, yəni kiçiyi istəyir. Kiçiyi də elə olacaq 20 dərəcə E bəndə. 48-dən burada isə deyir ABD bucağı CBD bucağından 6 dəfə böyükdür. 1x-dir, biri 6x-dir. Cəmlərdə 140 dərəcədir. Yəni bütün ABC bucağı 140 verib bizə. 7x bərabər 140, x bərabərdir 20 dərəcə. CBD-ni, yəni kiçik bucağı istəyir. CBD olacaq 20 dərəcə. 48-də D bəndə. 49-cu sualda 3 dənə bucaq əmələ gəlib burada və üçü də bir-birinə bərabərdir. 3 də 18-də. ABC-nin bütün bucağı istəyir. Bütün bucağı istəyir. 18-i vuracam 3-ə, eləyəcək 54 dərəcə. 49-da D bəndə. 50-də. Uyğun tərəfləri paylı olan iki bucağın fərqi 18 dərəcədir. Deməli, onda bunların cəmi 180-dir. Fərqləri də 18. Böyük bucaq istəyir tapın. Tərəf-tərəfə toplayaq. 2x bərabərdir 198, x bərabərdir 99-a. Böyük bucağı istəyir burada. Böyük bucaq ilə 99 dərəcə olacaq. 50-də A bəndə. Kiçik bucağı istəsədə 180-dən çıxardım 99-a. Odun kiçik bucağı anlardı. 51-ci sualda bu iki bucaq açıq bucağın üstündə qurulduğuna görə cəmləri 180 dərəcədir. Yəni beta üstə gəl 20, üstə gəl alfa üstə gəl 10 bərabərdir 180-ə. Alfa ilə betanı saxladıram, bərabərdir 180-dən çıxıram. 10 ilə 20-ni toplayanda eləyir 30. 180-dən çıxıram 30'u 150. Məndən alfa ilə betanın cəmini istəyirdi. Elə o da olacaq 150 dərəcə. 51-də C bəndə. 52-ci sualda 155 dərəcəli bucağın tərəfləri arasından keçən şua onu dərəcə ölçülərinin fərqi 15 olan iki bucağa ayırır. Böyük bucağın dərəcə ölçüsünü tapın. Əgər belədirsə, iki bucağı ayırırsa, onda bucaqlardan birini x deyərəm, birini x üstə gəl 15 deyərəm ki, x üstə gəl 15-dən x çıxanda 15 qalsın. Yəni fərqləri 15 olsun. Cəmləri nə qədərdir? 155.
x üstə gəl 15 bərabərdir 155. 2x bərabərdir 155-dən 15 çıxanda 140, x da bərabərdir 70. Böyük bucağın dərəcə ölçüsünü istəyir. 155-dən nə çıxaram? 70-i 85. Kiçik istəsədi 70 götürərdi. Böyük bucağı istədiyinə görə 85 dərəcə olacaq. 52-də C bəndi. 53-cü sualdan 120 dərəcəli bucağın tərəfləri arasından keçən şua onu 1-2 nisbətində bölür. Yəni 1K üzərinə gəl 2K bərabər 120-yə. 3K bərabərdir 120-yə, K da bərabərdir 40 dərəcəyə. Alınan böyük bucağı tapın. Böyük bucaq 2K ilə tapılmalıdır. 2-ni vuraram 40-a, 80 dərəcə. 53-də olacaq E bəndi. 54-cü sualda AC parçasının uzunluğu AB-nin 20%-dir. AB 25-dir. AB 25-dirsə, onda 25-in 20%-ni taparam. Görərəm AC nə qədər oldu? Nə qədər olacaq? 25-i 20-yə vurub 100-ə bölərəm. 25 xısa edir, 4 qalır. 24-ə böləndə 5. AC oldu 5. Yəni, bax, bu hissə 5-dir. Məndən CB-ni istəyir, bu hissəni istəyir. CB-ni də tapmaq üçün bütün uzunluqdan çıxaram 5-i. Eləyər 20 cm. Cavab 54-də E bəndə. 55-ci sualda AC parçasının uzunluğu AC parçası CB-nin 25%-in. AC burada CB-nin 25%-in. CB 16-dır. 16-nın 25%-ni tapaq ki, görə AC nə qədərdir? 25-ə gedir 1 dəfə, 25-ə gedir 4 dəfə, 16 da 4 dəfə, 1, 4. Cavab qaldı 4. Deməli, AC 4-dür. CB də 16-dır. Bütün parçanın uzunluğu istəyir. 4 və 16-nı toplayaram. Cavab eləyər 20 cm. 55-də D bəndi. Bucağın tərəfləri arasından keçən şua onu kiçiyinin dərəcə ölçüsü 12 olan 2 bucağa ayırır və bu verilən bucağın 17-də 3 hissəsidir. Bucağın dərəcə ölçüsünü tapın. Deməli, 12 dərəcədirsə, 17-də 3 hissəsi 12 olan ədədi tapıram. 12-ni bölürəm 17-də 3-ə. Yəni, 12-ni vururam 3-də 17-yə. 12 ilə 3 çıxsa 4 qalır. 4-ü 17-yə vuranda 68. Yəni, bucağın öz ölçüsü 68 imiş. 56-da E bəndi. 57-ci sualda bucağın tərəfləri arasından keçən şüa onun kiçiyinin dərəcə ölçüsü 24 olan 2 bucağa ayırır və bu verilən bucağın 13-də 6 hissəsidir. Yəni də hissəsinə görə ədədin tapılmasıdır. 24-ü bölərəm 13-də 6-ya. Hissəsinə görə ədəd taparkən ədəd hissə üstünə ədədə bölürdük. Bundan bir xısa gedir 4. 4-ü də 13-ə vuraram. 52 dərəcə. Yəni bucaq özü 52 dərəcəymiş. 57-də E bəndi. 58-də şəkli çəkək. FOD. FOD, baxın, da burada adların yazmıram, buna uyğun gəlir. Bura oldu 60. Bunun qarşılıqlısı da onda 60-dır. Qarşılıqlısı FOD. Qarşılıqlısı 60-dır. Adlar yazın. C, A, F, D, B, bu da E. COE, yəni 60-dan çıxıblar DOB-ni, bax buranı çıxıblar, burada X yazım, 10 dərəcə alınıb. Deməli, X neçə dərəcə olacaq? 60-dan 10 çıxanda 50 dərəcə. Bura oldu 50. Bura 50-dirsə, bunun qarşılıqlısı da 50 dərəcədir. Bu da açıq bucağın üzərində qurulub. Bax, məsələn, bu açıq bucaqdır. 50 ilə 60-ı toplayanda 110 dərəcə. 180-dən də çıxanda 110 dərəcəni 70 dərəcə bura qalır. Bura 70-dirsə, bunun qarşılıqlısı da 70 dərəcə olur. Bizdən AOF bucağını istəyir. AOF bucağına da tapdıq ki, 70 dərəcə olacaq. 58-də C bəndə. 59. M, N, K, A, B, C. CBK 30'dur. CBK bura 30 dərəcədir. BM şuası bu şua AB'nin. BM burada bu şua. AB'nin tən bölənidir. Tən bölən sonunda bu bucaqla bu bucaq bir-birinə bərabərdirlər. Digər tərəfdən KB'nin də 50'dir. Burada 50 dərəcədir.
Onda alfa alfa 2 alfa üzərinə gəl. 50 ilə 30 toplayanda 80 bərabər 180 həll eləyək. 2 alfa bərabər 180-ə 80 çıxanda 100 dərəcə. Alfa da bərabər 100-ü 2-yə böləndə 50 dərəcə. ABM bucağını istəyir. ABM bucağı da ilə alfa ilə işarət etmişdik. Cavab olacaq 50. 59-da B bəndi. 60-cı sualda burada bizə paralelliyi verib. D1 və D2-nin paralel olmasını verib. Həmin o paraleldən istifadə edirik. Bura 100 dərəcədir. Bura 40 dərəcədir. Bizdən bu bucağı istəyir. D1, bura D1, bura D2. Bunlar bir-birinə paraleldirlərsə, mən bu xəttləri uzadaram. Bunu da uzatdıq. Və bilirik ki, bu kəsən olacaq. Bunu da uzatsam kəsən oldu. Kəsən, əgər bura 100-dürsə, bunun çarpazı burada 100 olur. Daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Bura 40-dır. Əgər bura 100-dürsə, bunun qoyusu nə qədər olacaq? 80. Deməli, bu bucaq, bu üç bucağın xarici bucağıdır. Bu üç bucağın xarici bucağıdır. Üç bucağın xarici bucağı da ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 80 ilə 40 toplayaram, 120 dərəcə. 60-da C bəndi. 61-də uzunluğu A olan parça 4 bərabər hissəyə bölünmüşdürsə, 1, 2, 3, 4. Bu parçaların hər biri 4də 1A, 4də 1A, 4də 1A, 4də 1A-dır. Sualda soruşur ki, birinci və dördüncü hissələrin orta nöqtələr arasındakı parça məsafəni tapın. Birinci burada, dördüncü də burada. Bax, buradan bura qədər məsafəni istəyir. Əgər 4də 1 yarı bölünübsə, onda bu yarım məsafə 8də 1A-dır. Buradan da 4də 1 yarı bölünübsə, buradakı yarım məsafə 8də 1A-dır. Deməli, 8də 1A-nı, 4də 1A-nı, ortadakı da bu hissəni. Bu hissəni, bu da 4də 1A-dır. Bir də yuxarıdakı 8də 1-i toplamaq lazımdır. Bu eləyəcək 8də 2A üstə gəl, 8də 2A üstə gəl, 4də 2A bərabərdir. 8də 2 ixtisar gedir, qalır 4də 1A üstə 4də 2A. Bu da bərabərdir 4də 3A, yəni 3A bölünsün 4. 61-də B bəndi. 62-də uzunluğu A olan parça 4 bərabər hissəyə bölünür. Yenə bayaqki sualdan 3, 4 hissəyə bölündü. Burada deyir, birinci və üçüncü parçaların, birinci ilə üçüncü parçanın orta nöqtələr arasındakı məsafəni tapın. Bunun bayaq 4də 1 olduğunu bildik, 4də 1A. Bu yarımlar da hər biri 8də 1A, 8də 1A eləyir. Üçün toplamaq lazımdır. 8'ləri toplayan dedik 8'də 2A üstə gəl 4'də 1A. Bu ixtisar gedəcək, qalacaq 4'də 1A üstə 4'də 1A. 4'də 2A ixtisar gedir, qalır 2'də 1A. Yəni A bölünsün 2. Yəni bu da A bölünsün 2 kimi yaza bilərik. Variantlar digər tərəfdədir. A bölünsün 2 uyğun gəlir. 62-də C bəndirə. 63-cü sualda 1 və 3-ün cəmi 280 dərəcədir. 1 və 3 qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar da bir-birinə bərabərdir. Onda həm 1, həm də 3 280-ə bölərəm 2-yə bərabər 140 dərəcə olar. Bucaq 2-ni tapın. 140-a da qonşu olan 1 ilə 2 qonşu bucaqlardır və yaxud da 2 ilə 3 qonşu bucaqlardır. 180-dən də çıxaram. Bucaq 2 bərabərdir. 180-dən çıxaram 140-ı, bu da eləyər 40 dərəcə. 63-də E bəndi. 64-cü sualda alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqların cəmləri 180 dərəcədir. Alfanın yerinə 3 beta yazaram. 4 beta bərabərdir 180 dərəcə. Beta da bərabərdir 180-i böləndə 4-ə 45. Beta 45-dir. Onda alfa olar 3'ü 45'ə vuruna 135 dərəcə. Alfa çıxılsın, betanı istəyir. 135 çıxılsın 45 dərəcə. Bu da eləyir 90 dərəcə. 64-də E bəndi. 65-də qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqların cəmləri, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Alfa
üstəgəl 10 bərabərdir. Beta üstəgəl 20. Betanı keçirdirəm bu yana olur. Mənfi beta 20 çıxılsın 10. Alfa çıx beta bərabərdir. 20-də 10 çıxanda elə 10 eləyir. Bizdən də alfa çıx beta fərqini istəyir. Cavab eləyəcək 10. D bəndə. 66-cı sualda. Düz xətt üzərində müəyyən sayda nöqtələr qeyd olunub. Diaqrama əsasən n üzərinə gələyim, çıxılsın K-nı tapın. Nöqtələrin sayıdır, bu da şüaların sayıdır. Baxın, düz xətt üzərində, bu düz xəttdə, düz xəttdə. Əgər bir dənə nöqtə qeyd olunubsa, 2 dənə şua əmələ gəlir. Şuanın biri bax buradır. AB şuası, biri də AC şuası. Yəni bir dənə nöqtədən 2 dənə şua əmələ gəlir. Ona görə də mən burada nöqtələrin sayını tapmaq üçün nə etməliyəm? Əgər 4 dənə şua əmələ gəlibsə, onda 2 dənə nöqtə var. 4/2. 2 dənə nöqtə var. 10 dənə şua əmələ gəlibsə, 10 dənə yox, bir dəqiqə, n-i səhv tapdım. N 10-dur. 10/2. 5. 20 dənə şua əmələ gəlibsə, 20-ni bölərəm 2-yə. Yəni 10 dənə nöqtə qoyulub. K bərabərdir. 4 dənə şua əmələ gəlibsə, 4 bölünsün 2, yəni 2 dənə nöqtə qoyulub. N üzərinə gəl, M çıxılsın K. M 5-dir. M 10-dur. Çıxarım K-nı 2. 15-dən də 2 çıxanda cavab eləyəcək 13. 66-da variant var burada. 66-da bəndə. 67-ci sualda. Paraqrafda bucaqların növləri verilmişdir. Alfa, beta, növ bərabər 310 dərəcə olarsa, növün kiçik qiymətini tapın. Demək, burada konkret betanın qiyməti var 90 dərəcə. Alfa üstəgəl tamam yazıram, bərabər 310 çıxılsın 90. 310-dan çıxanda 90 ilə 220 dərəcə. Bizdən buradan baxıram ki, alfa 90-dan kiçikdir, qamma isə 180-dən böyükdür. Bu qammanın ən kiçik qiymətini istəyir. Bunun ən kiçik qiymətini tapmaq üçün bu alfanın ən böyük qiymətini tam qiymətdən söhbət gedir. Alfanın ən böyük tam qiyməti 90-dan kiçik ən böyük tam qiymət 89-dur. 89 üstəgəl qamma bərabərdir 220 dərəcəyə. Qamma da bərabərdir 220 çıxılsın 89. Bu da bərabərdir 131 dərəcə. Cavab 67-də A bəndi. 68 A B C, bu da D. Deyir ki, AC parçası CD parçasından 3 dəfə uzundur. Bunu CD-yə x deyərəm. AC buradan bura qədər olar 3x. 3 dəfə böyük. B nöqtəsi AD-nin orta nöqtəsidir. Orta nöqtəsi də onda buradan bura qədər y deyərəm. Buradan bura qədər y deyərəm. Yəni orta nöqtəsi də yarı bölüb. Bizdən nə istəyir? BC bölünsün AD-ni istəyir. Onda yuxarıdan belə bir əvəzləmə alaram. 3x-dən x toplayaram. Nəyə bərabərdir? Y-dən y-in cəmrinə. Yəni eyni uzunluqdur da. 4x bərabərdir 2y-a. Hər tərəfi 2-yə bölsəm 2x bərabərdir y-a. Yəni y-in yerinə 2x yaza bilərəm. BC y-in yerinə yazsam 2x, burada yazıram 2x. Əgər A-dan C-yə qədər 3x-dırsa, A-dan B-yə qədər 2x-dırsa, B-dən C-yə qədər nə qalacaq məsafə? 3x çıxılsın 2x, x məsafəsi qalacaq. A-dan D-yə qədər məsafə isə bütün məsafəni istəyir. A-dan D-yə qədər bütün uzunluq yəni. Bütün uzunluq da olacaq 3x üstəgəl x 4x. BC-nin AD-yə nisbətini istəyir. X bölünsün 4x yəni. X-lar gedər ixtisar 1 bölünsün 4. 1 böl 4 nisbəti, o da olacaq E bəndi. 69-cu sual. A, B, C, burada D. AC parçası CD-dən 3 dəfə uzundur. CD x-dır.
AC parçası buradan bura qədər məsafə 3x-dir. B nöqtəsi AD-nin orta nöqtəsidir, bayaq kimi. Yəni bura y, bura y. Əgər 3x-lə x toplayanda 4x bərabər 2y-dirsə, x bərabər 2x bərabərdir, y əvəzləməsini alıram. Bizdən BC bölünsün AC nisbətini istəyir. Əgər A-dan C-yə qədər 3x-dırsa, y-ların yerinə 2x, burada da 2x yaza bilərəm. A-dan B-yə qədər y bərabər, yəni 2x əvəzləməsinə görə 2x-dırsa, onda bura x qalacaq. BC ilə C x bölünsün. A-dan C-yə qədər də 3x olduğunu bilirik. Burada da x-lar ixtisar gedəcək, qalacaq 1 bölünsün 3 nisbətə. 69-da B bəndi. Sonra 70-ci sualda şəkli çəkək. A, B, C, D. AB parçası BC parçasından 3 dəfə, BC parçası CD parçasından 4 dəfə uzundur. Bu da sonuncu şərtdən başlayaq həll etməyə. BC parçası CD-dən 4 dəfə uzundur. Onda CD-yə x deyərəm, BC deyərəm 4x. Ondan 4 dəfə uzun olduğuna görə. AB isə BC-dən 3 dəfə uzundur. AB buradır, BC 4x-dən şəhət etmişdim. Bundan 3 dəfə uzun, 3 4-üm 12x olar. Sonra bizdən BC bölünsün. AD nisbətini istəyir. BC-yə 4x. AD isə bütün parçanın uzunluğudur. 12, 4, 16 və buradakı 1x toplayanda 17 eləyər. X-lar ixtisar getsə, qalacaq 4 bölünsün 17 nisbəti. 70-də olacaq A bəndi.